Dünyanın taleyini bəzən laboratoriyada illərlə aparılan təhqiqatlar yox, kiçik bir anlaşılmazlıq və bir fincan isti su dəyişir. Bu dahi bir mühəndisin deyil, diqqətli bir tacirin və onun təsadüfləri fürsətə çevirən müştərilərinin hekayəsidir. Çay paketinin necə hazırlandığını bilirsiniz? Gəlin danışım. Hər şey 1908-ci ildə New Yorkda çay taciri Thomas Sullivan'ın qənaət məqsədli bir addımı ilə başladı. O dövrdə çay hələ də ənənəvi üsulla iri qutularda və baha qiymətə satılırdı. Sullivan müştərilərinə yeni çay növlərini dadmaq üçün nümunələr göndərmək istəyirdi. Ağır metal qutular həm baha idi, həm də daşınması çətin. O çıxış yolunu nümunə çaylarını kiçik ipək torbalara qoymaqda tapdı. Onun məqsədi sadə idi. Müştəri torbanı açacaq, çayı dəmləyəcək və bəyənsə böyük qutu sifariş edəcəkdi. Lakin tarix burada öz axarını dəyişdi. Müştərilər bu zərif ipək torbaları açmaq əvəzinə onları olduğu kimi qaynar suyun içinə atdılar. Bu gözlənilməz bir kəşf idi. Çay yarpaqları fincanın dibinə çökmür, süzgəcə ehtiyac qalmır və təmizlik dərdi yox idi. Tezliklə Sullivan'ın qapısına sifarişlər yağmağa başladı. Amma bir şərtlə bizə o çaydan deyil, o torbalardan göndər. Sullivan bu təsadüfi səhvi biznesin əsasına çevirdi. O insanların rahatlıq arzusunu düzgün oxudu və prosesi mükəmməlləşdirməyə başladı. İpək torbalar həm baha idi, həm də məsamələri çox sıx olduğu üçün çayın dadını tam ötürmürdü. Sullivan əvvəlcə pambıq tülə, daha sonra isə bugün bildiyimiz xüsusi filtr kağızına keçid etdi. Torbaların ölçüsü isə bir fincan üçün hesablanmış ölçülərə gətirildi. Daha sonra iri yarpaqlı, bahalı çaylar əvəzinə paketlərin içinə daha tez dəmlənən və istehsalatda toz, fannings adlanan xırda hissəciklər qoyulmağa başlandı. Bu çayı həm ucuzlaşdırdı, həm də kütləviləşdirdi. Bu hekayə bizə sübut edir ki, ən böyük biznes ideyaları çox vaxt part arxasında deyil, həyatın öz axarında insanların bir şeyi səhv etdiyi yerdə doğulur. Thomas Sullivan'ın ipək torbaları bizə öyrətdi ki, dünya yalnız icad edənlərin deyil, həm də başqalarının səhvini ehtiyac kimi görə bilənlərin çiynində yüksəlir. Bəzən ən böyük inqilab sadəcə torbanı açmamaqla başlayır.